Sana mektup yazacağım. İstesen de, istemesen de, okusan da, okumasan da, nihayet ki yazacağım sana. Yazacağım. Aydan, gündən, havadan, sudan, qohumdan, qonşudan, əslində hər şeydən, bəxtimə düşən acı paydan yazacağım sənə. Deyirlər ki, köhnə dostlarımızdan birinin ad gününü qeyd etmişsiniz. Yeməmişsən, içməmişsən, deməmişsən, gülməmişsən. Baxışların zillənibmiş hey qapıya. Deyirlər ki, saçlarına dən düşübdür. Niyə görən həmişə gülən gözlərinə qəm düşübdür. Deyirlər ki, üzüyünü taxmamısan. Telefonuna ondan gələn zənglərə də baxmamısan. Əslində çox şey deyirlər. Sevənləri ayırmazlar deyirdilər. Düz çıxmadı. Gör nə qədər qoşa gəzdik, adımıza nəcəb söz çıxmadı. Sizin sinif otağının pəncərəsi, pərdəsi də yadımdadır. Səni mənə qovuşduran zəng səsi də yadımdadır. Yarı yalan, yarı gerçək, ağlımız uşaq ağlıydı. Uşaqlar tək duyğular da dəcəl idi. Nə gizlədim, birgə keçən günlərimiz gözəl idi. Sənlə keçən günlərimiz maraqlı idi. Sənə məktub yazacağım. Bir Allah, bir sən bilirsən nələr, nələr yaşamışıq. Bəlkə də biz bir ömürlük xatirələr yaşamışıq. Nəhayət ki, bu məktubu yazacağım sənə. Oxusan da, lap küləyə sovursan da, bu məktubu yazacağım sənə. Yazacağım sənə. Olsun, hörmətli tamaşaçılarımız, xoş gördük. Hər birinizi salamlayıram, bizə uzaqdan, yaxından baxan bütün tamaşaçılarımıza gününüz, aqibətiniz xeyirli, uğurlu olsun. Əziz tamaşaçılarımız, birazdan sonra yenə həmişə kimi evimizdə qonaq qaramız öz yerində olacaqlar. Təbii ki, bunların hamısı birazdan sonra olacaq. Amma indi yerim o qədər rahatdır ki, Bahar, bu divan o qədər rahatdır ki, buradan durmaq istəmirəm, həqiqətən. O qədər rahat divandır ki, adam elə istəyir ki, divanda otursun. Yəni, reklam eləmirəm, həqiqətən belədir. Və əziz tamaşaçılar, xatırladıram ki, Milan VIP Hospitalın Agromal Özbəkistan məhsullarının
Doktor Seyfəddin Klinikasının, Mirvari Xalı Xalça Yuman şirkətinin və əlbəttə ki, bugün bizə yeni qoşulan Desertzadə Pastry Bakery şirniyyat evinin sponsorluqları ilə bizə baxırsınız. Yeni sponsorumuz olduğu üçün o digər sponsorlarımız haqqında təbii ki, məlumatlısınız. Amma mən istəyərdim ki, bax elə bunun video görüntüsünü təqdim edin. Hörmətli Sumqayıtlılar və şəhərimizin sakinləri. Bilin ki, Desertzadə Pastry Bakery şirkəti həm gözəl şirniyyatlar sizə təqdim edir. Dadından doymuruq. Dünən biz operatorumuz Eminlə daddıq. Bundan əlavə səhər yeməkləri var 10 manata. Təsəvvür edirsiniz, 10 manata səhər yeməyi. Və bununla da işləri bitmir, tükənmir. Orada deməli catering, yəni business lunch xidməti fəaliyyət göstərir. Çalışan ustalar, nə bilim, kimin ürəyi istəyir də, məktəbdən gələn valideynlər, övladları ilə bir yerdə gedib orada rahat 10 manat verib qidalana bilərlər. Hər şey 10 manatın içindədir. Nə istəyirsinizsə sifariş verin, alın, yeyin, dadın, baxın. 10 manata, təsəvvür edirsiniz. Sumqayıtın düz bir girişində Bağça şəhər yaşayış kompleksi var. Bax, həmin o Bağça şəhər yaşayış kompleksindədir. Desertzadə Pastry Bakery şirkəti. Buyurun, gedin. Təşəkkür edirik və artıq bugündən etibarən də bizimlə dilər əlaqə telefonlarını da görürsünüz. Zəng vurun. Uşaqlarımız məktəbdən çıxanda əlindən tutun, gedin ora. Gedin, qəşən, yeyin, için 10 manata nə verirlər, öz aramızdır. 10 manata ki, sulu yeməyi yeyə, quru yeməyi yeyə, salatı yeyə. Bundan əlavə, nə bilim, hər şeydə gözəl bir yerdir. Biz dünən orada olduq, ağzım açıq qalmışdı, o qədər dadlı yeməklər var. Emil deyirdi ki, mən partlayıram. Bir belə dilim, biz desert yedik, həqiqətən yeyib qutarmaq olmurdu. Təşəkkür edirəm. Və Lalə Həkim bizdən bərabər olacaq. Birazdan sonra Nəğməli qonağımız da evimizin qonağı olacaq, əziz tamaşaçılarımız. Nəğməli qonağımızdakı, yəni hamınız tanıdığınız, bildiyiniz, sevilən bir səs sənətçisidir. Birazdan sonra 2 saat ərzində bizə öz gözəl nəğmələrini təqdim edəcək. Mən Lalə xanım, sizi dəvət eləyim, gəlin, sabahınız xeyir olsun. Gəlin. Necəsiniz Lalə xanım? Çox sağ olun, siz necəsiniz? Əyləşləri orada. Bəli, uzun müddətdir. Hə, doğrudan uzun müddətdir. Nə qədər vaxt keçib. Lalə xanım, Milanda nə var, nə yox? Yavaş-yavaş, şükür Allaha, hər şey qaydasında. Hər şey qaydasında. Siz necəsiniz? Uzun müddətdir biz də efirdə deyilik. Yay tətilləri, belə deyək. Tətil edə bildiniz? Belə də uşağı gəlin köçürdəndən sonra təkliyə qapanmışam biraz. İndi artıq yaxşı. Yavaş-yavaş öyrəşirəm, öyrəşmişəm artıq. Siz necəsiniz? Mən yaxşı, mən yaxşıyam. Milan Hospitalda bu günləri ümumiyyətcə mən həmişə söyləyirəm, çox fərqli yöntəmlə baxırlar gələn pasiyentlərə. Xüsusilə sizin avadanlıqlarınız, tibbi avadanlıqlarınız. Seçilir. Digər klinikadan elə fərqimiz ondan ibarətdir ki, biz tez-tez danışırıq ki, bizim klinikada olan müalicələrimiz iynəsiz, dərmansız şəkildədir. Fərqimiz ondan ibarətdir. Deyərlər, hər yerdə reabilitasiyalar bilirsiniz ki, tibb inkişaf elədiyinə görə reabilitasiya da həddindən artıq çox inkişaf eləyib. Lakin fərq, yenə də VIP Milan Hospitalın fərqi ondan ibarətdir ki, bu günləri VIP Milan Hospitalda gətirilən hər bir aparatlar xüsusi aparatlardır. Necə ki, məsələn, analgetiklar var, mədə üçün, qaraciyər üçün, hər xəstəliyin özünə məxsus dərmanları varsa, bizim klinikada da olan aparatlarımız hər xəstəliyin özünə məxsusdur. Ona görə bizim fərqimiz ondan ibarətdir. Reabilitasiya ta qədim dövrlərdən hər kəs bilinir ki, məsələn, ayaqda sınıq varsa, qolda, ayaqlarda əyrilik, sümük problemləridir, artritlərdir, artrozlardır. Bunlarla bağlı reabilitasiyalar gedir. Lakin bizim klinikada olan, təsvir eləyin ki, sonsuzluq üçün
cinsi zəiflikdən əziyyət çəkən üçün şəxsin neo aparatları var. Neo aparatı Sonsuzluq üçün də var deməli. bəli, sonsuzluqdan əziyyət çəkən istər beylərdə cinsi zəiflikdən əziyyət çəkirlər də bu insanlarda. Bəli. Bax, onlarla bağlı aparatlardır. Məsələn, şizofreniyanın başlanğıc dövrüdür. Ona hansı ki, heç bir aparat təsir eləmir də. Psixotrop dərmanlardır, belə dərmanlardan istifadə olunur. Lakin klinikamızda olan aparat, TIMES aparatından sizlərə məlumat verəcəm. TIMES aparatı nədir? Analogu olmayan bir aparatdır. Şizofreniyanın başlanğıc dövründə, psixoloji durumun pozulmasında, nitq qüsurunun yaranmasında, bulbarni sindromlarda, vestibular sindromlarda, məsələn, bulbar sindrom nədir? Udma aktının pozulması nadir xəstəliklərdən aiddir. Burada atrofiyalar yaranır. Biraz bu barədə də məlumat verim ki, əgər izləyicilərimizin içərisində bulbarni sindrom varsa, bulbar sindrom nədir? Udma aktının iflici deməkdir. Əgər bundan əziyyət çəkirlərsə, TIMES aparatı ilə mükəmməl bir nəticə almaq olar. Təsəvvür edin ki, yeməyi yeyirsiniz. Ağzınızdan qayıdır. Ağzınızdan qayıdır. Çeynəyirsiniz, uda bilmirsiniz. Miyesteniya xəstəlikləri var. Deməli, xəstəlikdir, hələ. Udma, bulbarni sindrom, bəli, atrofiyadır. Artıq elə bilin ki, udma əzələləri burada iflicləşib. Bax, budur. İkinci, miyesteniya sadaladınız ki, biyaqları, məsələn, udma aktıdır, tozun yaranması, göz qapağının yaranması, əzələlərdə zəifliyin olması, xəstə əzələlərdə zəifliyi gezə bilmir. Miyesteniya bilirsiniz də ağır xəstəliklərdən biridir ki, genetik faktor daşıyır. İrsi xəstəlikdir bu xəstəlik. Bunun şəxsən müalicəsi bugünləri VIP Milan Hospitalda miyesteniya ilə bağlı izləyicilərimizin əgər içərisində varsa, bununla bağlı udma aktının pozulması, əzələ xəstəliyi deyirlər. Ona görə də sizlərdə bu problem varsa, bugünləri klinikamızda xüsusi cihazlarımız var ki, gəlib həmin cihazlardan yararlana bilərsiniz. Yəni, içdiyiniz xroniki dərmanlar var ki, onlardan biraz azad olaq. Bilirik ki, dərmanların yan təsiri daha çoxdur. Daha çoxdur və hörmətli tamaşaçılarımız, mən Emil təqdim elədi bayaqları, sağ olsun. Bizim bax, Milan Hospitalda ən çox insanlarımızın müraciət elədiyi nədir? Ayaq ağrıları ilə bağlı olan o mirvari muncuqlardan ibarət aparatımızda. Sizin ayağınızda ağrı varsa, diz qapaqlarınızda problem varsa, yeriyə bilmirsinizsə, ayağınızda şişkinlik varsa, yaşın bura ümumiyyətcə dəxli yoxdur. Baxın, bu aparat vasitəsilə bir kurs müalicə ilə tamamilə... Fransız aparatı deyirlər. Bəli, Fransız aparatıdır. Bir kurs müalicə ilə tamamilə deməli, ayaq ağrılarından azad olursunuz. Bircə kurs sizə müalicə lazımdır. İnanın ki, mənim dabanımda ağrı var idi. Mən bu aparatdan getdim, keçdim. Bircə seansa, demək ki, bəlkə də məndə yüngülüymüş. Bircə seansa ayağımın ağrısı tamamilə ortadan qalxdı, dabanımdakı olan ağrı. Və bu aparat, deməli, bəylərimiz üçün, xanımlarımız üçün unikal bir aparatdır. Gəlin 10 gün bu prosedurdan istifadə edin. 10 gündən sonra artıq siz özünüz öz effektinizi görəcəksiniz ki, yeriməyiniz düzəlib, diz qapaqlarınızda ağrı yoxdur, ayaqlarınızdakı şişkinlik aradan qalxıb. Bax, bu çox gözəldir. Sonra bizim robot aparatımız var. Baxın, gedirik başqa klinikalara. Check-up müayinə edirsiniz. İstəyirsiniz bu barədə də mən məlumat verəcəm. Bəli, verin məlumat. Nədir bu robot test aparatı? Robot testi nədir? Azərbaycanda analogu olmayan bir müayinə aparatıdır. Müayinə aparatı nə deməkdir? Məsələn, maddi cəhətdən imkansızlıq çəkirik. Lakin bizim genetik xəstəliklərimiz var. İrsən mənim, məsələn, nənəmdə onkologiya var idi, babamda, ya genetik əmimdə. 2 uşaqdan bir bilirsiniz ki, uşaq genetik xəstəlik, məsələn, bir evladında cerebral iflic varsa, ya digər bir xəstəlik varsa, əgər bunu siz bilmək istəyirsinizsə, sizin qarşıda evladınızda təkrarən, yəni bizim geyndə varsa, mən evin sağlam uşağıyam. Mən özümdə yoxlamaq istəyirəm. Bu, mən genetik faktor daşıyırammı görəsən buna görə? Bunu bilmək istəyirsinizsə, həmin robot testi vasitəsilə müayinə zamanı sizdə deyəcək, siz genetik xəstəlikin daşıyıcısısınız. Bəli. Tutaq ki, anavızda onkoloji problem olubsa, Nəinki onkologiya, genetik xəstəliklər, babavızda olubsa, yəni bilin ki, bunun sizdə də olma ehtimalı var. Robot test aparatı məhz ona görədir. O aparatdan keçirsiniz,
O sizə deyəcək ki, sizdə bu genetik faktor var, yoxsa yoxdur? Tek onu deməyəcəm genetik faktorla bağlı. Mədə-bağırsaq sistemində gedən dəyişikliklər, peristaltikanın zəif olması, yəni metabolizmanın zəif olması, kökəlirik. Mən özüm arığam, lakin doktor qarnım şişir, metabolizma zəif gedir. Bunun səbəbi nədir? Görəsən bağırsağımda bakteriya mı var, göbələk mi var, virus mu var? Görəsən nə ilə bağlıdır? Bunun səbəbini mən ayrı-ayrılıqda gedib müayinədən keçə bilmirəm. Mən nə edə bilərəm? Bunun üçün robot testi vasitəsilə mədənizdə yaranın olması, mədənizdə hansı infeksiyaların olması, ürək damar sistemində pozulmanın olması, kardioloji xəstəliklərlə bağlı, digər xəstəliklərlə bağlı tam bir check-up müayinədir. Tamam. Deməli, hörmətli tamaşaçılarımız, hal-hazırda bizim efirimizdə reklamlardır. Reklamlardan sonra biz qaldığımız mövzuda davam edəcəyik. Nəğməli qonağımız da bizdən bərabər olacaq. Siz sadəcə zəng vurub, hansısa xəstəliklərinizlə bağlı bizim koordinatorlarımız Bənövşə xanımla, Leyla xanımla əlaqə saxlayın. Öncədən həkim qəbuluna yazın və ya hansısa bir məsləhəti alın. Hal-hazırda efirimizdə reklamlarda izləyək.
xeyir olsun. Hər vaxtınız xeyir olsun. Salam Gəl əleykum, hər vaxtınız əyləşin. xeyir olsun. Var üstündə mikrofon. Necəsən? Nə var, nə yox? Sağ olasın, xoş gördük doktoru. Lalə xanım, o da Həmişə- çoxdan da yoxdur. Gözəl verilişlərdə olasınız. Təşəkkür edirəm. Əvvəla mən Mənə pul çıxıb bir dənə qoy bunu götürüm. Onu deyirlər ki, kənarında olanı götür, üstündə olanı yox. Mən də kənarında idi elə. mən əvvəla Hə? gözəl verilişə məni dəvət etmisən, sənə təşəkkür eləyirəm. Ekran qarşısında eləşib bizə baxanlar var, biz onları salamlayıram. Bu şair Bəhmən Vətənoğlu var, eşitmisənmi o? Bəli, eşitmişəm. Onun belə bir şeiri var, istəyirəm o şeirlə başlayam. Dünya kimiyə keyfdir, kimiyə dəhşət. Bunları qanana yazıqım gəlir. Duyub düşündükcən ömrün sonunu, insanam, insana yazığım gəlir. Tamam. Yəni, həyat yollarında ağardı bir çək, Hə. atalar alimdir, adoslar gerçək. Deyir, cüt olan milçək də qalib gələcək, tək olan insana yazığım gəlir. Təhliyə Allaha yaraşır, Bəli. Allaha məxsusdur. Allah heç birimizi Tək eləməzsən. tək eləməsin, tənhalıqda Gəlin qoymasın, çıx da ay əlişlər, bizim tənhalıqda operatorumuz. qoymasın. Necə sizə, işləriniz necə Bir gedir? dənə də deyim də onu da xahiş edirəm. Deyir, hər an çatılmazmı qaşı ovçunun, qəmdən ağarmazmı başı ovçunun, dəyəndə gülləsi naşı ovçunun, yaralı ceyrana yazığım gəlir. Mən Allahdan arzu eləyirəm ki, ovçular o ceyranı atmasınlar. Övladlarımız var, vətəni qoruyan övladlarımız. Şəhidlərimizə Allah rəhmət eləsin. O vətən keşiyini çəkən övladlarımızı namərd gülləsindən qorusun. Amin inşallah, amin. İşləriniz necə gedir Tağım əmi? Rayondaydınız deyəsən. Rayondayam, şükür. Yerləşmişsiniz rayona yoxsa? Bəli. Mahnılarımızı da buradan müğənnilərimiz götürüb oxuyurlar. O günləri Mehriban Qəmbərovanı da salamlayıram. Mənə yığıb ki, nə olar, Tağım əlimə deyilən bir dənə də mahnısı var, onu yenə oxumaq istəyirəm. Xeyr, elə şey yoxdur. İcazə vermirsən? Yox. Sən mənim Hələ canım, mənə görə icazə verərsən. Şəbnəm də oxuyubdur. Allahın bir salamını verir, bir salamlayıb demir ki, bu mahnını mən oxuyuram. Bilirsən, hörmətsizlik kimi çıxır, Şəbnəm xanım hansı mahnımızı oxuyub? Deyir, yox, qalmaqala görə yox. O hansı mahnımızı oxuyub? Bağbanın bağına girib oğurluq eləmək nə deməkdir bu? Bir var bağbana deyəsən ki, icazə ver o əriyin birini dərim yerim. Qulaq asma, Şəbnəm xanım hansı mahnımı oxuyub? Etibarsız mahnısını. Adam bir, nə olar ki, zəng elə denən ki, icazə ver bu mahnını mən oxuyum. Ya oxumuyor. Ay Şəbnəm xanım, niyə belə eləyirsiniz? Bəli. Mehriban xanım, bax, keçən dəfə də sizdən... Haqq hesab var, Samir, haqq hesab. Haqq hesab deyilir, mənim haqqımı yiyən adam var. Halallıq verməmişsiniz də hələ keş Yox, birinə. unutmaq olmaz. Unutmaq olmaz. Ay, top gəldi. Xanımın adı nə idi, gözəl xanımımızın? Müsalə. Ay, Müsalə xanım, bizi utandırdınız, valla. Ay, Müsalə xanım, görün nə O gözəl. mənim bacımdır da. Sağ olsun. Tamam. Ay, Yox, Müsalə xanım, bacıdan artıqdır. stolda tortumuz yoxdur. Alişka, bizim üçün, bu da yeyilir də məncə. Düzdür? Müsalə xanım, emin, tortumuza bax əzizim. Bir çəksin Alişka. Bircə saniyə. Sağ olsun Müsalə xanım. Çay içəriyində. Ay, nə gözəl tortdur. Əlləri ağırmasın. Bu Naxçıvanlılar belə əl açıq olurlar da. Naxçıvan harasındandır rəfiqən? Culfadan. Culfadan. Xanaqadan olarsan birdən. Naxçıvan culfası. Əbriqunstansan. Doğrudan? Hə, mən çox olmuşam orada. Bu arada elə culfa demişkən 100% birləməm. Həcc xanım, Xalidə xanım baxır bizə yəqin. 100% baxır. Ola bilməz ki, mənim verilişimi qatırsın. Salamlayıram. Culfadan da, Əbriqunstandan da dostlarımız var. Keçən yay orada ev şənliklərinə dəvət almışdım. Getdim, həm də biraz qaldım. Bir neçə gündə aldım. Çox belə bir başqa cür insanlardılar. Müsalə xanım bariz nümunədir də, görürsən. Şəfa indi çay hazırlayar, bunu doğrayarıq, qəşəng çay içərik Şəfa. Səhər-səhər onsuz da heç birimiz səhər yeməyi yeməmişik. Burada yey, heç olmuyor.
Gəl sənin qəşəng qablar alaq da bir Can. dəfə də. Onsuz da mən Bizim deyəndə gətirirəm. şifahi məlumatımızın da vaxtıdır, hə? Şifahi məlumatdan qabaq, mən Lalə xanım, yeri gəlmişkən tort dedin, tort yadıma düşdü. Deməli, Sumqayıtın girişi var, ha? Burada Sumqayıtın girişində, Bağça şəhərdə belə bir yer var. Desertzadə Pastor Bakery şirniyyat mağazası var. İnanın ki, Salih xanım, bir dəfə gedin ora. Olmusan orada? Ay Allah, ay Allah, desertləri nə desertlər. Onların kofələrindən yoxdur. Bir də bir şey var Lalə xanım, səhər yeməyi indi... Bu Daş Bazar tərəfdən yoxsa bu tərəfdən? Yox, Daş Bazar yox, bu tərəfdən Bağça şəhər. Bağça şəhəri, Sumqayıtın Girişi. girişindən. Elə girən kimi yolun qırağındadır. Əsas tras Hə, yolu. bəli. O qədər gözəl kofeləri, bizneslərin var. 10 manat verin, vallahi hər şeyi yeyin. Belədir. İzləyək şifahi məlumatımızı, davam edəcək. Hörmətli tamaşaçılarımız, proqramımızın sponsoru Agromal Özbəkistan məhsullarıdır. Bilirsiniz ki, Agromal Özbəkistan məhsullarında nə alırsınızsa alın, söhbət pal-paltarlardan gedir. Kilosu 10 manat, 20 manat arasında dəyişən qiymətlərlə sizə təklif olunur. Ünvanlarımız ölkənin bütün regionlarında Özbək mağazaları deyilən ünvanlardan siz kilo ilə pal-paltar ala bilərsiniz. Sumqayıtda 41 ada, Bakı şəhərində 3-cü mikrorayon dairəsində topdan və pərakəndə satış nöqtəmiz var. Yolunuzu gözləyirik. Digər sponsorumuz Doktor Seyfəddin Klinikasıdır. Bilirsiniz, Həzə Aslanov metro stansiyasının çıxışı Söhbət Xətai rayonundan gedir. Doktor Seyfəddin Klinikasında bütün müalicə və müayinələr təbii üsullarla aparılır. Xəstəliklərinizi tam təbii üsullarla müalicə elətdirib sağlamlığınıza qovuşmaq istəyirsinizsə, aşağıda gördüyünüz telefonlarımızla əlaqə saxlayın. Doktor Seyfəddin və onun komandası sizin sağlamlığınızın keşiyində dayansınlar. Təşəkkürlər. Milan VIP Hospitaldan danışmaq istəyirəm. Sizə Milan VIP Hospital bilirsiniz ki, digər klinikalardan nə ilə fərqlənir? Əlbəttə ki, robot test müayinəsi. Dırnaqdan saça qədər robot test müayinəsindən keçməklə xəstəlikləriniz haqqında məlumatlana bilərsiniz. Bundan əlavə Milan VIP Hospitalında cərrahi əməliyyatlar da həyata keçirilir. İstər sığorta ilə, istərsə də belə siz Milan VIP Hospitalına gəlməklə müayinə və müalicələrinizi normal şəkildə həyata keçirdib sağlığınıza qovuşa bilərsiniz. Bölgələrimizdən gələn pasientlərin diqqətinə çatdırmaq istəyirəm ki, bizim stasionar şöbəmiz də fəaliyyətdədir ki, rahat bir şəkildə qidalanmanız təmin olunmaqla klinikamızda yatış edib tam şəkildə sağlığınızı bərpa eləyə bilərsiniz. Mən sizə yepyeni bir şirniyyat mağazasını təqdim eləmək istəyirəm. Desertzadə Pastor Bakery. Deməli, Sumqayıtda Bağça şəhər yaşayış kompleksində belə bir mağaza var. Bu mağazada dünyanın, o cümlədən elə ölkəmizin ən dadlı şirniyyatları sizə təqdim olunur. Tortlar, kurabiyələr, piroqlar, daha nələr. Sadəcə bir zənglə, bax, buradakı şirniyyatlarımız birbaşa peçdən çıxıb sizin süfrənizə gələ bilər. Mütləq əlaqə saxlayın, dadına və keyfiyyətinə əmin olduğunuz bizim şirniyyatlardan mütləq dadın. Təşəkkürlər. Davam edirik əziz tamaşaçılarımız. Lalə xanım, bu arada Emil, zəhmət olmasa Milan VIP Hospitalın əlaqə nömrəsində ekranımıza ver, əzizim, efir rejissorumuz. Lalə xanım, adətən rayondan gəlib müalicə götürən, elə buradan başlayaq. Qabaq belə idi ki, rayondan hansısa bir xəstə gələndə, mənim yadıma gəlməm, xəstəxanada yatan, rayonun özündəyim. Evdən yastıq aparırdıq, nə bilim, paşpastel aparırdıq, döşək aparırdıq, yorğan aparırdıq. Günorta biri gəlirdi yemək, gözümüz qalırdı yolda, yeməsək də kimsə gətsin, nəsə gətsin. Sizdə Milan Hospitalda belə şeylər yoxdur. Bizdə Milan Hospitalda stasionar yatışımız var. Bu barədə məlumat verərdim. Klinikamız 7 mərtəbədən ibarətdir. Klinikamızda stasionar yatışlar, əməliyyatlar, implantlar, onurğada implant, dizin implantı, onurğa ilə bağlı problemlər, estetik gözəlləşmə istəyən hər bir xanım arzusunda olur bunun. Bu günləri VIP Milan Hospitalda xüsusi həkimlər, seçmə həkimlər ki, bu günləri VIP Milan Hospitalda yüksək səviyyədə təkmilləşmiş estetik həkimimiz var. İstər plastik, istər bədən şəkilləndirmə, istər üz cərrahı. Yəni klinikamızda mükəmməl
Nəinki, həm də burun əməliyyatları olur klinikamızda, hansı ki, seçmə həkimlərimizdir. Yəni, çox gözəl klinikada struktur qurulub ki, bu da bu günləri və istər göz həkimidir, cərrahiyyə ilə bağlı, həmçinin də klinikamızda sığorta da qeyd alınır. İnsultdan əziyyət çəkən insanlar üçün xüsusi stasionar yatışlarımız ki, hansı ki, əlildirlər, gezə bilmirlər, çətinlik çəkirlər. Bu günləri VIP Milan Hospitalda həmin xəstələr üçün xüsusi baxımlar ayrılıb. Mən bir nevropatoloq olaraq sizlərə bunu açıqlamaq istəyərdim ki, Samir, mən bilirsiniz də, mən Daxili İşlər Nazirliyinin hospitalında da işləmişəm. Hospitalda işləmişəm. Əvvəllər, hal-hazırda deyil. Mən indi VIP Milan Hospitalda bəzi vaxtlar biz həmişə medikamentoz müalicələr aparmışıq. Lakin bu günləri mən nəticələrimi daha çox reabilitasiya üstündə alıram. Baxın, insult iflic xəstəliyindən söhbət gedir ha. İnsultla bağlı əldə, ayaqda keymələr, polineyropatiyalar, dərin hissiyatın pozulması, miyestenik xəstəliklər, sonra əldə, ayaqda keymələrin olması, üzdə yaranan nevralgik görüntünün estetik cəhətdən pozğunluğu, ağız bucağında əyrilik, gözdə ptozun yaranması. Bir tərəfdə bilirsiniz ki, insultdan sonra əli açmaq qeyri-mümkündür, çox çətinliklə açılır. Bu günləri VIP Milan Hospitalda xüsusi aparatlar var ki, həmin aparatlarla yüksək səviyyədə nəticədə əldə edə bilirik. Lalə xanım, ümumiyyətlə bilirsiniz, nədən istəyirəm danışasınız? Bu insultun əlamətləri necə gəlir adama? Məsələn, adam ən azından biraz məlumatlı olsun da. Bilirsən, məsələn, mən bilmirəm insult. Mən rəhmətli anam yazır, Allah dünyadan keçənlərə rəhmət eləsin. Yəni, bütün dünyadan keçən valideynlərə. Rəhmətli anam, məsəl üçün, ağlımızın ucundan keçirdə bilməzdik ki, bu haçansa insult olar. Durduğu yerdə Tağı müəllim, yemək yediyi yerdə, çay içdiyi yerdə bir də gördüm ki, bunun üzündə bir dəyişkənlik yarandı. Elə bir ki, bu xəmiri necə yoğurursan, əyrilməyə başlayır, dodaq qaçmağa. Gözümüzün qabağında bir tərəfi qaçdı, bir gözü qaçdı, müalicə elətdirdik, düzəldi, təkrar bir də keçirmə şansı var. Hə, düzəldi, amma nə olsun, beyin atrofiyası idi deyə elə beyin atrofiyası nə deməkdir? Bu barədə məlumat verək, sonra keçək insulta. Beyin atrofiyası, beyin loru dildə deyəcəm, quruması el arasında deyirlər. Beyin öz funksiyasını tədricən yaddaşın pozulması yaranır. Düzdür, yaşa uyğun beyin atrofiyası ola bilər Samir müəllim. Bilirsiniz ki, 20 yaşına qədər, 22 yaşına qədər bizdə beyin inkişaf eləyir. Və 40 yaşından sonra beyin küçülməyə başlayır. 40 yaşından sonra? 40 yaşından sonra beyin yığılmağa başlayır. Bunu qeyd eləyəcəm sizə və öz funksiyasında zəifləməyə başlayır. Burada başlaya bilər yaddaş pozğunluğu, burada Alzheimer xəstəliyi var, yaddaşın pozulması, koronadan sonra görün nə qədər yaddaş pozğunluqları yaranıb. Yəni, atrofiya çox ola bilər. Beyinciyin atrofiyası, koordinasiya pozulmağı, atrofiya, bulba, udma aktı, uzunsov beynin atrofiyası çox ola bilər. Bu bir başqa mövzudur. Mən keçirəm əsas mövzu insultlar. Bugünləri insultun yaş həddi yoxdur. Dünya üzrə ölümlə ikinci yeri alıb. İnsult nədir? İnsult bizim ən ağır keçirdiyimiz xəstəliklərdir. Hansı ki, bizi yarım can edə bilər, əlilliyə qədər gətirib çıxarta bilər. İnsult nədən törənə bilər? Doktor bu sual verir. İnsultun törəmə səbəbləri beyin qan dövranının kəskin pozulması, arterial təzyiqin yüksək olması, beyində anevrizmanın olması, yəni ki, anevrizma dedikdə damarların genişlənməsi olduğu zaman, trombların olması zamanı, hansısa nahiyədə tromb var. Biz Doppler zamanı bədənimizin hər bir hansısa sahəsində ola bilər ki, uzi zamanı hansısa bir plak ola bilər. O, haradasa ata bilər, beyində ata bilər, qan dövranı zamanı, ağciyərimizdə ata bilər, ürəyimizdə ata bilər. O zaman biz nə deyirik? Xəstə tromboemboliya ilə həyatını dəyişdi. Bu bir faktorlardan. Əsəb, stres, mən bu yaxınlarda... O suallara baxırdım burada. Belə cızma qaralar nota almışam telefonumda. Tamam. Sinir sisteminin ümumiyyətlə zəifləməsində
belə deyim də, bu sadaladıqlarımız təsir eləyir, yoxsa yox? Sinir Məsələn, sisteminə əsəbdir, yuxusuzluqdur. İnsultun keçirtmə səbəbi ola bilər. Səbəb ola bilər. Səbəb ola bilər. Yuxusuzluq. Mən uzağa getməyəcəm. Mənim 2 gündür hər kəsin valideynlərinə can sağlığı arzulayıram. Mənim anam stres nəticəsində 1-2 gün biraz gərginlik yaşadı. Və bu nəticədə də mənə səhər zəng gəldi ki, təzyiq 200-lə xəstə özünü hiss. Bu nə ilə bağlıdır? Yəni streslə bağlı. Təzyiq qalxıb xəstə insult keçirməyə. O dövrə gətirib çıxartdılar anamı. Bununla bağlı mən nəyi demək istəyirəm? Yəni hər an normal bir qadındır. Heç bir problemi yoxdur da. Sadəcə biraz qan dövranında mən onu daimi nəzarətimdə saxlayıram. Bu insanın təzyiqi olur. 2 gün yuxu yatmadı. Stres keçirmə nəticəsində mənim anam səhərə yaxın insultun hədəfi oldu. Və bunun da qarşısı həkimlər tərəfindən alındı. Çox şükürlər olsun. Nəyi demək istəyirəm? Təzyiq bizim ən risk faktorlarından biridir. Təzyiqlə oyun oynamaq olmaz. Yəni düşünməyin ki, mən sağlamam, mənim heç bir problemim yoxdur. Əgər bir insan ki, valideynlərinizdə hipertoniya xəstəliyi varsa, təzyiqləndirsə, bilin ki, insultun hədəfidir bu insan. Onunla yanaşı, təzyiqdən əlavə hansı xəstəliklərdir? Damarlarda sıxılma, boyun damarlarının sıxılması, osteoxondroz, artroz var da damarlarımızı sıxır, beyin qan dövranının keçiriləcəyini pozur. Əllərimizdə, ayaqlarımızda insultu bizə siqnal verir ki, biz insult keçirdə bilərik. Neydən keçirdə bilərik? Əllərimizdə olan keymələr, ayaqlarımızda olan keymə. Doktor, mən bir tərəfimi hiss eləmirəm tamamilə. Mənim üzümdə qaçma var. Baxırsan, deyir, doktor, oturmuşam, üzüm elə atır. Dodağım deyir, qaçır. Gözümdə atmalar var. Bir də doktor, bir də görürsünüz ki, mən insult keçirtmədən öncə elə bil beynimdə bir dənə şiddətli ildırımvari ağrı var idi. Baxın, bunlar hamısı insultun faktorlarıdır Samir müəllim. Baxın, kimdə təzyiq varsa, əziz tamaşaçılarımız, xüsusilə xanımlarda olur. Məsələn, deyir, mənim təzyiqim 180 olur, 200 olur, 220 olur. Yəni, dərman atmaqla, hansısa, nə bilim, dava, dərman filan, beşməkan, türkə çarələrlə, yəni, belə deyim də, pis səslənsə, yola verməyin özünüzü. Yəni, bilin ki, bu çox böyük risk faktorudur. Əgər, deməli, təzyiqiniz varsa, hipertoniksinizsə, mütləq həkimə müraciət edin. Həkimə müraciət edin ki, sabahları, xüsusən də yaşlı insanlarımızdan söhbət getir, yəni, yaşı 50-nin üstündə olan insanlar. Yox, Samir müəllim, mən çox üzr istəyirəm sözünüzə kesirəmsə. 25 yaşında mənim insultdan xəstəm var. Cavanlaşıb da bilirəm. İnsult cavanlaşıb. Şəxsən bu evdə söz-söhbət zamanı, stres zamanında bu kimi durumdan xəstə insult keçirdim. Özdə bir dəfə keçirdən cavan orqanizmdə tez müalicəyə tabi ilə buna baxmayaraq təkrar 3 dəfə ardı kesilmədən insult keçirdi. Qız da oğlandı? Xanımdır. 2 uşaq anası. 25 yaşında bir xanımdan söhbət gedir. 18 yaşında insultlu xəstəm var. Yəni, deməyəyin ki, 50-ni keçdi. Qabaqları idi, 40 üstə gəl deyirdilər ki, 40-dan sonra artıq bütün xəstəliklər baş qaldırır. Xeyr, artıq elə bir dövrdəyik ki, bizim xəstəliklərimizin yaş həddi yoxdur. Bütün xəstəliklər başlayıb baş qaldırmağa. Yaş həddi yoxdur. Cavanlaşıb. Lalaxan, bir izləyicimizin sualı var. Emil mənlə indi danışır efiri sorumuz. Biz daha çox Milan Hospitalının telefon nömrələrini əlaqəsini qoyuruq ki, orayla əlaqə saxlasınlar. Deməli, daha doğrusu bir deyil, bir neçə adam, siz bayaqları oturanda dediniz ki, deməli, Milan Hospitalda cinsi zəiflikdən əziyyət çəkən insanlarımız üçün xüsusi aparatımız var. Yəni, sonsuzluq problemini həll eləyir. Soruşurlar izləyicilərimiz ki, doğrudan da cinsi zəifliyin səbəbi nevroloji problemlər ola bilərmi? Açıqlayaq. Çox gözəl mövzudur. Mən hətta arada olur TikTok'da çıxırıq, canlıda, səhifəmizdən. Belə bir sual var. Cinsi zəifliyin artıq, bunu da qeyd eləyəcəm, yaşı az olan uşaqlar, cavan uşaqlar, ailə qurarkən, ailə qurmaq istəməyənlər, ailədə problem yaşayırlar, cinsi zəiflikdən həddindən artıq çoxdur. Bu bir. Əziyyət çəkən. Səbəbləri keçirdiyi infeksion xəstəliklərdən biri olub, bu da klinikamızda yüksək səviyyədə müalicə olur. Prostatla bağlı ola bilər. Daha çox mənə müraciət edən cavanlarımız hamısı stresslandır, nevrologiya ilə bağlı. Çünki beynimiz, beyin qabığına siqnal çatmır. Həm də beynimiz çox yüklənir. Bu dəqiqə bax, məsələn, cavan uşaqdır və yaxud ailədə fikirləşir. Ayın 5-i gəldi, kreditim var, kreditimi verməliyəm. Ayın 10-u gəldi,
nə bilim filan kəsə filan qədər borcum var, onu verməliyəm. Evdə yağ qutardı, evdə ət qutardı, filan kəs toya çağırıb, ora nə yazdıracam. Beyni o qədər yüklüyürlər ki, istər-istəməz, yəni yüklənir bu bizim özümüzə. Beyin o qədər yüklənir ki, artıq beyinə özün yadından çıxırsan da konkret olaraq. Artıq heç bir şey həvəsin qalmır. Nə belə çıxmasan, geyimindən zövq alırsan, nə o birisi intim məsələlərlə İnsanların bağlı. psixologiyası da pozukdur. Biz gəl cinsi zəiflikdən danışırıq. Biraz da bununla barədə biz məlumat eləyək ki, insanlar bir-birinə zərbə vurmağı sevir. Bilirsiniz son vaxtlar. Panik atakla, streslə, nevrologiya ilə mənə müraciət edən insanlar var. Uzağa getməyək. Artıq xanımlarımız xanımlara zərbə vururlar. Mən bunu görürəm. Və xanımlar, necə deyərlər, xanımların içərisində bir egoistliyi artıb. Bu özü bir xəstəlikdir əslində. Mən nəyə fikir verdim? Bu zamanlarda bir xanımın psixologiyası ilə bağlı və digər xanımın... Hər kəsə şamil eləmirik ki, hər kəsə şamil deyil, əlbəttə ki. Mən artıq neçə dəfə də eşidirəm, bu dələduzluq eləyən çox xanımlarımız var. Ümumiyyətlə, xanım sözü yaraşmır onlara. Bu, valla, yenə kişiyə hardasa deysən, kişidir, filan beş məkan, amma qadının dələduz olması, qadının kiməsə... Öz həmkar xanımına, həmkar da deyil, xanım xanıma zərbə vurmaz. Bilirsiniz necə? Bir ananın, insanlar nə üçün psixologiyası pozulur? Bir evdə sən bir insana zərbə vurmursan, sən o evin içində onun anasına, onun evladına, sən bütün ailəni travma eləyirsən. Travma eləyirsən, bəli. Çünki hadisə hər kəsə sıçrayır. Bax, o xəstəliklər də ondan başlayır. Bax, inanın, əziz tamaşaçılarımız, bizim keçən illəri mənim yaşadığım yerdə, Lalə xanım, deməli, bacım qızının sinif yoldaşının anası uşağın dərsdən gətirir, bir dənə it tutmur onu, heç yaxın da gəlmir. Uşağı məktəbdən axşam vaxtı gətirəndə elə bir ki, üstünə cuman təhər olur, qız onunla da tağı müəllim yıxıldı yatağa, o xəstəliklə də rəhmətə getdi, qorxudan. Necə qorxmuşdusa. Elə bir ki, üstünə cumub, amma da tutmayıb, eləməyib də, belə qıraqdan hürüb üstünə it. Yəni, evin içində də o söz, söhbət, dava, qırğın, bunun hamısı şey eləyir də, təxmən. Sizin müəyyən təcrübəniz var. O evdə ruzi olar, olmaz. O evdə xəstəlik əskiyi olar, olmaz. Az tapırsan, az yer, çox tapırsan, çox yer. Söz, söhbət nəyə lazımdır? Hamımızın Lalə xanımın sözünə qüvvət, hamını evdə iflic eləyirsiniz. Bilirsiniz, kiminsə həyatını, kiminsə ailəsini məhv eləyirsən. Yəni, biri var bu, bir insanla problem yaşayasan, biri var bunu insanlara yaşadasan. Yəni, belə insanlar var, insanların psixologiyasını pozan insan. Hansı ki, onun özünü bu günləri aparıb müalicə lazımdır. Ona görə demək istəyirəm ki, bizim psixologiyamızı, bizi xəstəliyə gətirən bəzən özümüz deyilik, orqanizmimiz deyil. Bizi bu həddə çatdıran insanlar olur, xəstəliyi yaradan. Səbəbkarlar olur. Səbəbkarlar olur. Təzyiq niyə durduğu yerdə qalxmır? Kiminsə davasız, sözü, söhbət olanı ilə vay filan kəsin təzyiqi qalxdı. Mən məsəl üçün şəxsən bir dənə hadisə, kimsə mənə mesaj yazsın ki, təcili məni yığ və yaxud məni yığ və adımı çəksin, mövzunu yazmasın. Bilirsiniz də, mən də demişəm nə baş verir. Panik. Yox, panik atak yox da, mədə-bağırsaq sistemi. O özü streslə bağlıdır. Sıradan çıxır həmən dəqiqə. İshal halına. Sinirlə bağlıdır da. Sinirlə, hə? Sancı verir. Yox, ishal. İshal verir, həm də sancı verir. Bu panik atak deyirlər buna. Məsələn, təxminən bir nəfər mənə yazsın ki, evdəkilər bilir. Və yaxud oğlum yazsın, ata, dalın yazmasın və yaxud nə bilim də ki, nəsə bir sözün dalı gəlməsin. Həyəcan keçirirsən və bir də bir pis şey eşidən kimi artıq mən özümə gələ bilmirəm. Panik atakdır, müəllim, o ishal, halsızlıq, stres, həyəcanın gəlməsi, əllərinizdə tərləmənin olması, boğulma halları, buna panik atak deyirlər. Məsələn, boğulma demişkən, düz məndə boğulma olmur, amma çox insanlarımız şikayətçidirlər. Deyirlər, məsəl üçün, evdə sanki havamız çatmır, boğuluruq gecə yatanda. Endokrinoloji xəstəliklərlə. Səhərə qədər canımızla əlləşirik, yuxu yata bilmirik. Bir dənə gün işıldayanda, səhər açılanda elə bir-iki saat onda nə yatdıq odur. Gecəni səhərə qədər deyir, eşələrini yerin içində. Bu yuxu pozğunluğu, panik atak tipik nevroz əlamətidir. Bunun törəmə səbəbləri də ola bilər ki, zob olsun. Endokrinoloji dəyişikliklərlə bağlı ola bilər. Xanımlar klimaks dövrünə yaxın daha çox bu halları keçirdirlər. Ailədə problemlər olanda ola bilər ki, yəni səbəb çoxdur. Buna panik atak deyilir, nevroz.
Deməli, panik atakın əlamətləridir. Bəs İntiham müəllimə ifa hazırlayıb təqdim edəcək. Bir sualıma da cavab verin. Belə bir xəstəlik, belə bir müşahidə olunan bizim izləyicilərimiz arasında deyir ki, durduğum yerdə anam mənə deyir ki, məsələn, üstümü kim belə qan eləyib, üstün qana batıb. Amma deyir, mənim üstüm qan deyil. Qalitinasiya. Sonra məsələn deyir, anam mənə deyir ki, bir izləyicimiz deyir, anam mənə deyir ki, halbuki deyir, anama qulluq eləyirəm mən evdə, xanımdır. Məni öldürəcəksən. Yox, öldürəcəksən yox. Deyir ki, xəbərim var və filan ki, adımı deyir, çəkir, tutaq ki, deyir, Samiri maşın vurubdur. Yazdığı deyir, maşını öldürüb. Deyir, mənəm, buradayam, yanındayam. Başlayır, deyir, ağlamağa. O psixoloq, bu atrofiya bax, bayaqları dedinizə, doktor, çox vaxtı beyində atrofiya olduğu zaman ola bilər. Şizofreniyanın başlanğıc dövrü də ola bilər bu kimi əlamətlər. Yəni şizofreniya ola bilər. Şizofreniyan, əlbəttə şizofreniya da olar. Bir də uzun müddət antidepressant və psixotrop dərmanlardan düzgün müalicə olunmayan insanlarda daha çox rastlaşılır. Əziz tamaşaçılarımız, bacardığınız qədər dərmanlardan uzaq olun. Gedin apteklərdən o kulok-kulok dərman daşıyırsınız. Elə bir sevinə-sevinə, elə bilirsiniz evə ət almışsınız, yağ almışsınız, nə bal almışsınız. Yığışdırın bu dərman məsələlərini. Psixoloji olaraq artıq sizin beynimizdədir ki, evdə həmişə dərman olmalıdır. Həmişə evdə dərman olmalıdır, gözümün qabağını gör sizi sağaldacaq. Deyil. Tamam mənim, gəlin bir ifa təqdim edeyim, sonra davam edəcək. Yalvarma, yalvarma, yaraşmır sənə. O körək baxışın dağ çəkir mənə. Qorxuram, bağışlaram mən səni yenə. Nə olar, yalvarma mənə. Dərdlilər ağlamaz, göz yaşı tökmə. Mənim can evimi uçurup sökmeye. Yine yetim kimi boynunu bükme. Ne olar, yalvarma mene. Yalvarma mene, yalvarma mene. Ne olar, yalvarma mene. Yalvarma mene, yalvarma mene. Ne olar, yalvarma mene. Artırar derdimi qəmli baxışın. Çürüdür ömrümü bu yalvarışın. Axı mən səninlə necə barışım. Nə olar, yalvarma mənə. Dərdlilər ağlamaz, göz yaşı tökmə. Mənim can evimi uçurup sökmeye.
yetim kimi boynunu bükme. Ne olar ne olar yalvarma mene, yalvarma mene, yalvarma mene. Ne olar ne olar yalvarma mene, yalvarma mene, yalvarma mene. Ne olar ne olar yalvarma mene. Sensiz yaşamaya alışaram ben. Taleyimle artık barışaram ben. Seni unutmaya çalışaram ben. Ne olar ne olar yalvarma mene. Dertliler ağlamaz gözyaşı dökme. Benim can evimi uçurup sökme. Yere yetim kimi boynunu bükme. Ne olar ne olar yalvarma mene, yalvarma mene, yalvarma mene. Ne olar ne olar yalvarma mene, yalvarma mene, yalvarma mene. Ne olar ne olar yalvarma mene. Müəllim, ürəyimiz şəkildə həqiqətən çox gözəl. Tam ona görə oxuyurlar da mahnılarınızı Tağı müəllim. İllərin Hə, sənətkarısınız. Gözəllik. Hə, Salə xanım da gözəldir orada yaman. Pis oldum valla. Sizin mahnılarınız istər-istəməz adamın birbaşa ürəyinə toxunur. Tağı müəllim belədir. Mən Tağı müəllim bilir, bizim bir Naxçıvandan Həc xanım var. Dünyanın müğənnilərini bir də görsən məclislərinə, tədbirlərinə çağırır. Deyir ki, ər arvad ikisi də kim olur olsun deyir sanır. Tağı müəllim mütləq orada olsun. Mütləq deyir. Biz onun mahnıları ilə sevmişik. Bilirsən Samir, mən bir söz deyim. Mahnılar çox düzdür. İndi hərə götürür bir mahnı oxuyur. O da toy mahnılarıdır, pulun xatirinə. Amma gərək elə mahnılar oxuyasan ki, o yaşaya bilsin. Mənası olsun. Sözündə, musiqidə, məna kəsb eləsin. Çox təəssüflər olsun ki, indiki mahnıların mənası yoxdur. Elə çıxıdı. Sözün nə əvvəli, nə başı var, cümlənin nə əvvəli, nə başı var. Gözəl şairlərimiz olub, onların sözlərindən istifadə eləmirlər. Gözəl bəstəkarlarımız olub, onların musiqisindən istifadə. Neynirlər, sənin mahnıların külliyyatın var da, hamısı deyil, götürüb oxuyurlar. Oxuyurlar, amma qolun qanadını Sındırırlar, hə, o da sındırırlar. O məna kəsb eləmir. O da sizə pis təsir edir. Lalə xanım, bəs yaxşı, bu yaddaşla bağlı, yaddaşın zəifləməsinin səbəblərindən istəyirəm danışasınız. Bir də hər unutqanlıq ümumiyyətcə nəysə yaddan çıxartmaq, nəysə unutmaq, bu yaddaş pozğunluğu ola bilərmi? Yox, xeyr. Xeyr? Yaddaş, xeyr. Hər unutqanlıq o demək deyil ki, ola bilər fikir dağınıqlığından unutqanlıq ola bilər, insanın fikri hardası ola bilər, elədiyi şeyləri unutsun. Əsas risk qrupasında olan yaddaş pozğunluğu Alzheimer xəstəliyidir. Və xəstə bizə müraciət eləyəndə deyirik ki, xəstədə Alzheimer'ın əlamətlərini görürük. Yaxınları bunu qəbullanmır. Deyir, niyə doktor elə deyirsiniz? Bu bilirsiniz ki, keçmişi nə qədər gözəl yadında saxlayıb, doğulduğu gündən belə sizə məlumat verir. Yadınızda saxlayın, Alzheimer xəstəliyinin başlanğıcı onun ilkin dövrlərdə olanlar, məsələn,
Dünəni, sırağa günü, 2 gün, bir həftə olanları unudur. Yəni, qarşıda olanları, onlar keçmişi sonuncu ağır mərhələlərdə unutmağa başlayır. Yaddaş pozğunluğu, müvəqqəti yaddaş pozğunluqları var, demensiyalar var. Sonra hansısa dərmanlardan, hansısa xəstəliklərlə bağlı, keçirdiyi xəstəliklərlə bağlı, Parkinson xəstəliyi ilə, uzun müddət ağır Parkinson dərmanını içirsə, miyopatik xəstəliklərlə zamanı, uzun müddət xroniki dərmanlar içirsə, insultdan sonra yaranan xəstəliklərdən sonra, yuxu dərmanları içən xəstələrdə, çünki bu xəstələrdə beyin qabığı yatır. Bilirik ki, ümumiyyətlə bizi idarə edən beyin qabığıdır. Beyin qabığı yatarsa, yadınızda saxlayın ki, yaddaş pozulması, ləngimələr, nitqin qüsurunun yaranması, bizdə unutqanlıqlar, hər şey bivecdi, ləmsləşmə, doğru dildə deyəcəm, insan süstləşir. Deyir, ləms olmuşam. Ləms Bizim olur. aparatımız da var, o belə başa qoyurları, Times aparatı. Times aparatı, mükəmməl bir aparatdır. Çox gözəl təsir edir bu Parkinsonlara, yaddaş pozulmasına. Tek Parkinson yox, nevrologiyanın bütün sahələrinə mükəmməl nəticə göstərir. İnsultun belə qarşısını alır. Keçirtmiş insultlardan yeni aktiv ocaqlar var. Tek insult deyil, NS xəstəliklərində bağlı ağır xəstəliklər vardı, dağınıq skleroz deyirlər. Onunla bağlı o qədər çətinlik çəkən... Bax, görürsünüz hal-hazırda. Bu elektrofaryezdir. Bu oynaqda, əzələlərdə, miyesteniya xəstəliklərində, əzələlərdə olan xəstəliklər üçündür. Onun üçün də aparatı var. Əlbəttə ki, var. Elektrofaryez yəni çoxdan olan aparatlardan biridir ki, əzələ stimulizasiyasını, yəni gücünü qaldıracaq, çox qəşəng nəticə verən əzələ, nəfrimə deyir, əzələm gərginləşibdir, qolumu qaldıra bilmirəm, pleksitlərdə, sinir sıxılmalarında həmin aparat vasitəsilə mükəmməl nəticələr əldə edə bilir. Adam var deyir ki, boynumun arxasını tərpədə bilmirəm, boynumun arxası sanki elə bir daş daşıb, qolumu qaldıra bilmirəm, ayaqlarım elə bir heydən düşüb, çox gəzə bilmirəm. Bax, onun üçün o aparat çox gözəl nəticə verir. Bəs hansı hallarda həkimə müraciət eləsinlər? Lalə xanım, belə deyim də, bu hallar baş verəndə? Nə zaman? Başlanğıc dövrdə. Artıq görür ki, evdəkilər bunu hiss eləyəcək, xəstə yox. Əşyanın yerini səhv salmağa başlayır. Bir sözü bir neçə dəfə deyir. Cüzi nəsə dəyişiklik görürsünüzsə, dərhal həkimə müraciət eləyin, MRT yaparaq xəstəni. MRT-də artıq orada atrofiyanın halları bəlli olacaq. Yəni, başlanğıc dövrü xəstə evdə qeyri-iradə ola bilər ki, süpürgənin yeri bayırdadır, şeydədirsə, o onu götürüb yataq otaqda aparıb qoyacaq. O onun qabların yerini dəyişəcək, kosmetikanın yerini dəyişəcək. Yəni, qeyri-iradi hərəkətlərdən tutmaq lazımdır ki, bu xəstədə dəyişiklik gedir nəsə. Yadımıza gəlir, bizdə belə bir xəstə var idi, həyat yoldaşı bizdən əlaqə saxlamışdı ki, deməli, çirkli qaşıqları, nə bilim, çəngəlləri aparır, hə. Gətirir, deyir, süfrəyə qoyur. Çirkli boşqabları gətirir, süfrəyə qoyur ki, yemək yiyim. Alzheimer'ın başlanğıc dövrüdür. Məsələn, yeməyin içinə duz atmaq əvəzinə quru çay atır. Quru çay atıb dəfələrlə. Məsələn, həyat yoldaşı hərbiçi idi. Bizi yığmışdıq ötən mövsümdə. Bax, belə bir xəstə ilə biz razılaşmışdıq. Bu da çox yayılır. Bir də mənim bir qonşum var. Hər gün işə avtomobilimə minəndə məni yaxalayır. Samir, bəs mənim bacım Parkinsondur, adı Lətafət xanımdır. Baxırsa, biz Lalə xanımı tapa bilmirik, tuta bilmirik. Parkinson xəstəsidir, nə qədər dava, dərman eləmişik, heç bir xeyri yoxdur. Mən də deyirəm, gətirin Milan Hospitala, Parkinsonu Milan Hospitalda gözəl müalicə edir Lalə xanım. Məkanıdır. Amma bu ömürlük qalır da Parkinson. Parkinson xəstəliyi çox ağır xəstəliklərdən biridir. Parkinson xəstəliyini beynin dopamini çatışmamazlığı zamanı yaranır. Bizim idarə eləyən... Biz onu qidalardan filandan ala bilmirik, hə? Yox, bu genetik faktor daşıyır. İntoksikasiya zamanı ola bilər. Uzun müddət psixotrop dərmanlar içdiyimiz zaman ola bilər bu da. Parkinson nədir? Əldə tremorun olması,
Elə bilirsən, bax Elə belə bir əl pul sayır. Sonra keçir digər ələ, sonra başlayır baş Bax, bu qaydada əsməyə. olur, Sonra əslində. hərəkətlərdə zqibin olması, yəni məhdudiyyətin yaranması, sonra başlayır bulbarni sindrom verməyə, udmanın pozulması, xəstə danışa bilmir, kilidi verir, xaladenik əlinə, soyuducuya əl atır, nəsə yeməyə. Dur, bu xəstələr başlayır özünü idarə və ağır stadiyasında xəstə yatağa düşür və bunu ilə də sonu... Bir tək istirahət əllərə eləyir, ayaqda filanda bu özünü göstərir. Ayaqda artıq hərəkətlərdə məhdudiyyət yaranır və dərmanlar verilir onlara. Çoxlu sayda dərman yazır bizim həkimlərimiz bəziləri. İnanın ki, o xəstəliyin dərmanını birbaşa salırıq da biz klinikada aşağı və aparatla müalicə eləyirik. O aparat birbaşa. Məsələn, həkimə gedirlər, həkim tutaq ki, ona verməlidir bir damcı, götürür onu elə bəri başdan 10 damcı verir. Sonuncu dərmandırsa, məsələn, onu verməliyik xəstəyə bir 15 ildən sonra həkim özünü yaxşı eləmək üçün bunu verir birincidən. Elə yaxşı həkim idi, getdik biz həkimə, bir dənə dərman verdi, onunla da düzəldi. Əslində düzəlməyib, onunla da bədbəxt olub. Ondan bir müddət təsir edir, bir müddətdən sonra artıq sən ona o dərmanda 10 damcını da versən, xeyir eləmir ki, eləmir. Aha. Reklamlarımızın vaxtıdır, izləyək ki, amma reklamlardan öncə Emin bircə saniyə mən deyəcəyim bir məsələ var. Deməli, hörmətli tamaşaçılarımız, bu desert sadə bu un məmulatları ki var, biz sizə təqdim edirik. Desert sadə Pastro Bakery şirkəti. Bayaqları mən dedim sizə ki, o biznes lançlar var, o 10 manat deyil. 10 manat deyil, 8 manat 50 qəpikdir. 8 manat 50 qəpik. Ana yemək də verirlər, üstə gəl qarnir, ana yeməyin üstündə qarnir də verirlər, salat da verirlər, çörəyin də verirlər və soyuq içəcək. İndi istəyə bağlıdır. Kim istəyir soyuq içir, kim istəyir isti içir. Yəni 8 manat 50 qəpiyə. 8 manat 50 qəpiyə siz gedib heç birinə kafedə ən ucuz belə nə bilim, heç bərbad bir kafedə 8 manat 50 qəpiyə bir adam yemək yeyə bilməz. Amma biz sizə bunu təqdim edirik, telefon nömrəsini də görürsünüz. Əlaqə saxlayın, günorta yeməyinizi gedin orada yiyin. Bağça şəhərdə yerləşir. Sumqayıtın düz bir girişində şirniyyatlar, desertlər, ürəyiniz nə istəyirsə o ünvandan siz ala bilərsiniz. Bağça şəhərdə yaşayanlarındakı kefidir də, əllərinin altındadır hər şey. İzləyək reklamları. Davam edirik əziz tamaşaçılarımız, reklamlarımız da bitdi, biz qaldıq, qayıtdığımız yerdən davam edirik. Əziz tamaşaçılarımız, baxın kimin ayağında ağrılar varsa, kimin diz qapağında problemlər varsa, kimin ayağının altında yanma, göynəmə hissi varsa, bilin, agah olun ki, Milan Hospitalda xüsusi aparat gətirilibdir. Daha heç kimin ayağı ağrımayacaq. Gedib boş-boşuna ayağımıza iynələr vurdumayın ki, ayağımın ağrısı keçəcək. Emin, zəhmət olmasa əzizim, Milan Hospital nömrəsini təqdim elə. Gedib, nə bilim, dizimizə iynə vurdumayın, ayağımıza iynə vurdumayın, əməliyyat elətdirməyin. Aparatımız gəldi. Mirvari muncuqlarından ibarət olan o aparat artıq Azərbaycandadır, Bakıda Milan Hospitalındadır. Ayaq ağrılarından əziyyət çəkənlər. Ayaqda uyuşma, keyləşmə, ayağın altı deyir buz kimi olur. Adam var deyir ayağım yanır, tabanlarımı yerə basa bilmirəm. Sonra fil ayaqlar deyirlər. Bax o insanlarımız mütləq bu aparatdan, gəlin bu aparatla müalicə götürün. Çox unikal bir aparatdır. Yəni dava dərmanı nöqtə qoyun. Dava dərmanın heç bir xeyri yoxdur. Lalə xanım, bir də bu çox izləyicilərimiz qəbizliklə bağlı bizə Emil söylüyor ki, Samir biraz qəbizlikdən də Lalə xanım məlumat versin. Bu da nevroloji, bu da beyinlə mi əlaqəlidir, yoxsa? Bax, hərçək ki, bu mənim sahəm olmasa belə bir həkim olaraq məlumat verəcəm ki, nevrologiyada da qəbizlik ola bilir. Çünki daha çox biz
xəstəliklər var ki, Parkinsondur, insultdur, bəzi xəstəliklər var ki, onlarla olan dərmanlarla bağlı qərbizlik yaranır. İnsan var, metabolizma zəif olanda, mədə-bağırsaq sistemində problem olanda, bu kimi insanlarda bir də görürsünüz, xroniki qəbizliklər var. Ya da bağırsaq uzanması deyirlər, hətta onu kesirlər, bağırsağı əməliyyat eləyirlər. Qəbizliyin səbəbləri çox şeylərdən ola bilər. Bəli, əlbəttə ki, qəbizliyin bir növü də nevrologiya ilə bağlı ola bilər ki, beyin qabığına siqnal çatmadıqda qəbizlik, həqiqətən də yaranır burada qəbizlik. Özü yadınızda saxlayın, qəbizlik olan insanlarda aqressiyanın olması, içdiyiniz dərmanlar sizə təsir eləməyəcək, arterial təzyiq yuxarı olacaq. Çünki bədən boşalmadığına görə, bağırsaqlar gərgin olduğuna görə, həm də ondan əlavədə bağırsaqlar bilirsiniz ki, içdiyimiz hər bir dərman bağırsaq vasitəsilə sovrulur, bədənə ötürülür. Və ona görə də əgər sizdə qəbizlik yaranacaqsa, heç bir nəticə əldə etməyəcək. Əgər kimdəsə qəbizlikdən əziyyət çəkirsinizsə, DP Milan Hospitalın terapevti Vəfa xanıma müraciət edə bilərsiniz. Deməli, qəbizlik məsələsi... Mədə-bağırsaq sistemi ilə terapevtik nə varsa Vəfa xanımlıqdır. Tamam. Bəs panik atakın əlamətləri necədir? Bizim şifahi məlumatımıza var da hələ. Emin nəsə deyib, mən tam-tamını eşidə bilmirəm Emini. Hə, Emin, buyur. Hə, Vəfa xanım, Lalə xanım, qəbizliklə bağlı danışdım. Panik atakın əlamətləri necədir? Panik atak nədir? Panik atak anidən bizi yaxalayan, qorxudur, həyəcandır, təşvişdir, gərginlikdir, boğulma hallarıdır, əllərimizdə əsmənin olması, haldan hala düşməyimiz. Oturmuşam sizlə söhbət edirəm, bir də görürsünüz, içimdən bir hıkkırtı gəlir, ağlamaq gəlir, panik atak gəlir, qorxu gəlir ki, nəysə olacaq, nəysə. Buna panik atak deyirlər. Panik atakın səbəbləri də çox ola bilər. Nəydən ola bilər? Endokrinoloji dəyişikliklər, yaşadığımız həyat fəaliyyəti ilə bağlı, qorxu keçirdiyimiz zaman, həyəcanla bağlı ola bilər. Müalicəsi varmı ümumiyyətlə panik atakdan, Lalə xanım? Var. İnanın ki, Samir müəllim, illərlə panik atakdan əziyyət çəkən insanlar... Bu da son vaxtlar yaranıb, bu panik atak. Panik atak, mən deyərdim, koronadan sonra yarandı insanlarda. Çox yarandı, Samir müəllim, dəhşət. İnanın ki, koronadan sonra o vaxt hələ efirə çıxırdıq, gedirdik. Bilirdilər ki, bizdə gözəl aparatlarla müalicədir, dərmandır. İnanın, klinikada oturmağa yer yox idi, panik. Uşaqdan böyüyə qədər də. Hamısı da necə, heç bir medikamentoz müalicə olunmadan moroterapiya deyirlər də bizdə o aparata. Moroterapiya aparatı ilə başladıq müalicələrə. Uşaqlarda nə cür olur panik atak? Uşaqlar deyəndə ki, mən körpə uşaqlarla məşğul olmuram. Mənim üçün uşaq yeniyetmə dövrün uşaqlarıdır. Bax, onlarda da oturduğu yerdə içindən qorxudu gəlir, həyəcan gəlir, təşviş gəlir. Buna panik atak deyirlər. Valideynlə yatmaq istəyir. Valideynlə yatmaq. O gecə qorxuları o yuxu pozğunluğuna aiddir. Beyin qabığında gedən patologiyalardır. Şuuraltı deyirlər buna. Uşaq beynində nəyi təsvir eləyirsə, onu yuxusunda görür. Patsaznaniya deyirlər, şuuraltı qabıqda gedən patologiyadır, şuuraltı gedən stresslərdir, gərginlikdir. Məsələn, böyük insandır, gecələr qorxur, durur. Bu nədən irəli gəlir? Uşaq vaxtı biz keçirdiyimiz qorxu, həyəcan, travmalar, adicə siz deyirsiniz, itdən qorxdu, nə hala qaldı. Göz qabağındadır da bu. Artıq öz-özün panikaya salır. Onun beynində uşaqlıqdan alan travmadır və bu uşaq böyüdükcə bu travma onun içində gedəcək və bu daima panik atakla yaşayacaq. Bəzi insanlar yaş keçdikcə ölüm qorxusundan qorxur ki, mən öləcəm. Kimisi itirmək qorxusu ilə yaşayırıq. Şəxsən mən valideynim elə olandan sonra inanın ki, mən içimdə qorxu ilə yaşayıram ki, anama nəsə olar. İndi hiss elədim ki, o panik atak nədir? Mən indiyə qədər panik atak durumunu keçirdən insan deyiləm. Həm bir medik olaraq, həkim olaraq özümü həmişə müdafiə eləmişəm. Yəni, itirmək qorxusu da. Şəxsən mən indi anamı itirmək qorxusu. Deyirlər, bununla barışmaq lazımdır. Samir müəllim, yaşarkən onu itirmək qorxusu insan barışa bilmir. Düzdür, insan dünyasını dəyişəndən sonra məcbursan o ilə yaşamağa. Lakin o yaşaya ki, itirmək istəmirəm. Ona nəsə olacaq, o qədər qorxuram ki, əsəbləşdirməyə qorxuram onu. Birdən nəsə deyərəm, qəlbini qıraram. Bəlkə buna qədər qəlbini qırırdımsa, biraz əsəbi olaradımsa, amma indi isə bəlkə anam da baxır, tamamilə nə desə susaram da, tək yanımda olsun. Tək yanımda olsun, bəli.
Allah sana sağlık versin bütün valideynlərə. Dünyadan köçənlərə də qəni rəhmət. Amin. Tanrım eləm, gəlin sizdən bir ifa təqdim edək. Ardınca biz ayrılacaq şifahi məlumata, ondan sonra davam edəcəyik. Hayat bir alemdi, sense vefasız. Hayat bir alemdi, sense vefasız. Sen evler yıkansan ay itibarsız. Sen evler yıkansan ay itibarsız. Bir an kayıp men yazığın ömrünü. Bir an kayıp ben yazığın ömrünü. Araldan bakarsan ay itibarsız. Araldan bakarsan ay itibarsız. Beni mezun teki saldın çöllere. Beni mezun teki saldın çöllere. Özül bezey vurdun kara tellere. Özül bezey vurdun kara tellere. Beden eldin selay kızla har yere. Vədə verdin selay qızla hayere. Vədənlə dönənsən ay etibarsız. Vədənlə dönənsən ay etibarsız. Mən yazıq sənin üçün gül təki əsti. Mən yazıq sənin üçün gül təki əsti. Atadan ayrıldım, anadan küstüm. Atadan ayrıldım, anadan küstüm. Axı cana doydum, dedim ki bəsdir. Axır cana doydum, dedim ki bəsdir. Olum sənə qurban, ay etibarsız. 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 Hörmətli tamaşaçılarımız, proqramımızın sponsoru Agromal Özbəkistan məhsullarıdır. Bilirsiniz ki, Agromal Özbəkistan məhsullarında nə alırsınızsa alın, söhbət pal-paltarlardan gedir. Kilosu 10 manat, 20 manat arasında dəyişən qiymətlərlə sizə təklif olunur. Ünvanlarımız ölkənin bütün regionlarında Özbək mağazaları deyilən ünvanlardan siz kilo ilə pal-paltar ala bilərsiniz. Sumqayıtda 41 ada, Bakı şəhərində 3-cü mikrorayon dairəsində topdan və pərakəndə satış nöqtəmiz var. Yolunuzu gözləyirik. Digər sponsorumuz Doktor Seyfəddin Klinikasıdır. Bilirsiniz, Həzə Aslanov metro stansiyasının çıxışı Söhbət Xətai rayonundan gedir. Doktor Seyfəddin Klinikasında bütün müalicə və müayinələr təbii üsullarla aparılır. Və xəstəliklərinizi tam təbii üsullarla müalicə elətdirib sağlamlığınıza qovuşmaq istəyirsinizsə, aşağıda gördüyünüz telefonlarımızla əlaqə saxlayın. Doktor Seyfəddin və onun komandası sizin sağlamlığınızın keşiyində dayansınlar. Təşəkkürlər.
Milan VIP Hospitaldan danışmaq istəyirəm. Sizə Milan VIP Hospital bilirsiniz ki, digər klinikalardan nə ilə fərqlənir? Əlbəttə ki, robot test müayinəsi. Dırnaqdan saça qədər robot test müayinəsindən keçməklə xəstəlikləriniz haqqında məlumatlana bilərsiniz. Bundan əlavə Milan VIP Hospitalında cərrahi əməliyyatlar da həyata keçirilir. İstər sığorta ilə, istərsə də belə siz Milan VIP Hospitalına gəlməklə müayinə və müalicələrinizi normal şəkildə həyata keçirdib sağlığınıza qovuşa bilərsiniz. Bölgələrimizdən gələn pasientlərin diqqətinə çatdırmaq istəyirəm ki, bizim stasionar şöbəmiz də fəaliyyətdədir ki, rahat bir şəkildə qidalanmanız təmin olunmaqla klinikamızda yatış edib tam şəkildə sağlığınızı bərpa eləyə bilərsiniz. Mən sizə yepyeni bir şirniyyat mağazasını təqdim eləmək istəyirəm. Desertzadə Pastry and Bakery. Deməli, Sumqayıtda Bağça şəhər yaşayış kompleksində belə bir mağaza var. Bu mağazada dünyanın, o cümlədən elə ölkəmizin ən dadlı şirniyyatları sizə təqdim olunur. Tortlar, kurabiyələr, piroqlar, daha nələr. Sadəcə bir zənglə, bax, buradakı şirniyyatlarımız birbaşa peçdən çıxıb sizin süfrənizə gələ bilər. Mütləq əlaqə saxlayın, dadına və keyfiyyətinə əmin olduğunuz bizim şirniyyatlardan mütləq dadın. Təşəkkürlər. Doğrudan da sponsorlarımıza təşəkkür edirəm. Hər birinə deməli, ayrı-ayrılıqda təşəkkürümü bildirirəm, hörmətli tamaşaçılarımız. Biz sizə Desertzadə Pastry Bakery şirkətini təqdim elədim. Bağça şəhərdə yerləşirlər. Mütləq gedin oradanın şirniyyatlarından dadın. Tortlar, ondan sonra piroqlar, desertlər, nə ürəyiniz istəyirsə var. Bundan əlavə səhər yeməyi orada bir nəfər 10 manatdır. Günorta yeməyi isə bir nəfər 8 manat 50 qəpikdir. Kim gedir, getsin. 8 bahar sənə əladır o. İçində nə olur? İçində nə olur? Tağı müəllim, quru yemək olur. Ruslar demişkən, pervi olur, uftaroy olur, treti olur. Salatın olur, sulu yeməyin olur, quru yeməyin, qarniri ilə, planı ilə. 8 manat 50 qəpiyə day nə istəyirsən? Üstəgəl çayı da verirlər şirniyyatla. İstəmirsən soyuq içki, ayran və yaxud sərinləşdirici içki də verirlər. Bağça şəhərdədir, düz bir yolun qırağında. Bahar sənin üçün bax əladır, bizim əməkdaşlarımız üçün, Əlişqa üçün əladır. Burada bir dənə dönər yeyirsiniz, elə 8 manat edir. Lalə xanım, çox sağ ol, təşəkkür edirəm. Bugün gəlib tamaşaçılarımızı məlumatlandırdın. Tağı müəllim, sizə təşəkkür edirəm. Tez-tez gəlin proqrama. İnşallah. Day, Bakıdasınız yoxsa yeni qayıdırsınız rayona? Rayona qayıdacam. Burada qala bilmirsin daya. Uşaqlar oradadır da, ona gəlir. Tamam, yığışmışsınız ora artıq, hə? Dədə-baba yurduna yeyə çıxmaq istəyirik də. Düz eləmişsiniz. Ona şərait ver Tağı müəllim, hər şey. Şükür. Şükür Allaha. Şükür. Var. Onda buradakı şəhərdəki evində də oğlun qalır, hə? Düz eləmişsən. Valla nə var rayonda var. Biri də subaydı, indi onu Lalə xanıma deyəcəkdim, görsün, yine bir qız tapsın. Həkim qız. Yekunlaşırıq, əziz tamaşaçılarımız. Sabahları eyni saatda, eyni vaxtda yeni görüşəcəyik. Siz sağ, mən salamat, özünüzə yaxşı baxın. Hələlik.